Bakıxan Oğlanoğlu, Cəlilabad rayon Ağdaş İnzibati Ərazi Nümayəndəliyi Darlıq kənd sakini. Özüm də veteranam, sizə müraciət edirəm ondan ötəri ki, bizim bu problemlərimizi dövlət səviyyəsində, onların efir vasitəsilə işıqlandıracağız ki, bütün hamı bilə ki, biz hansı vəziyyətdə, hansı şəraitdə yaşayırıq, hansı vaxtda, hansı dövrdədir. Zaman kosmosda yer alır, yol açır, ora milyardlarla raketlə falanla uçur. Biz amma yerdə hələ sürünürük, ilan da elə sürünür. Və bizim yaşayışımız sürüngəclidir. Sürünənlər sırasındayıq biz hələ ki. Amma halbuki bütün millət kosmosa uçur. Torpaqlar, həmən bu gördüyünüz, indi göstərəcək, çəkəcəksiniz, həmən bu ərazidə yerləşib. Hətta bir 2 ildə əkilib. Həmən o 2 ildən sonra qanuni, qanunsuz zəbt olundu, alındı, rüşvət götürən, nəyəsə həll edən bu yol. Bu yolun problemi kim həll edir? Maraqlı olur. Və bizim problemlərimizi, bütün gəliş-gelişimiz, çətinliyimizi, xəstəxaniyyə, bundan skorasına, plana, produkta, ərzağa gediş-gəlişimizə, hansı bir işimizin adicən gelməyə, işimizi yol həll edir. Yolun indi problemi kim həll edəcək, onu bizə maraqlıdır. Əbədi biz bu üstündə elə dayanmışıq ki, amma nəticədə olmur. Hələ dəvələrlə mən Cəlilabad hakiminin qəbulunda olmuşam, bu yolların haqqında. Hətta mən ondan sadəcə bir dənə qum yüklənmək üçün ekskavator istəmişəm. Onun, yəni, yanacaq pulunu da mən özüm ödəmək şərti ilə, vətəndaşlar ödəmək şərti ilə. Onu mənə əsirgədi. Cəlilabad icra hakimi Rafiq Cəlilov mənim bizə əsirgədi. Yaxşı, biz bu dövlətin nəyinə dövlətçilik deyək? Mən nə tərbinin vətəndaşıyam? Bu prezident dəfələrlə tapşırıb ki, məmurlar vətəndaşın yanında olmalıdır, vətəndaşın qulluğunda olmalıdır, vətəndaşın problemləri ilə maraqlanmalıdır. Əfsuslar olsun ki, bizim problemlərimiz yox. Bunlar bizi dəfələrlə problemlərə cəlb edirlər.